Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Omana səfəri davam edir. Səfər çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının vəliəhdi, Mədəniyyət, İdman və Gənclər Naziri Said Heyazin bin Haytham Al Said ilə görüşüb. Leyla Əliyeva Azərbaycanda mədəniyyətin və tarixi irsin qorunması, təbliği, eləcə də gənclər və idman siyasəti ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Oman Sultanlığının vəliəhdi Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib. Leyla Əliyeva Maskat şəhərində Omanın turizmin inkişafı şirkətində bu qurum tərəfindən həyata keçirilən layihələrlə də tanış olub. Ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır. Maskata səfəri çərçivəsində Leyla Əliyeva Sultan Qabus Böyük məscidini ziyarət edib. Mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini memarlıq abidələrindən biridir. Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib. Leyla Əliyeva Oman Sultanlığının kiçik və orta müəssisələrin inkişafı qurumunun sədri Hayma Alzari ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Oman arasında kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və innovasiya yönümlü layihələrin təşviqi məsələləri müzakirə olunub. Leyla Əliyeva Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından və ictimai təşəbbüslərdən danışıb. Hayma Alzari Omanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. Söhbət zamanı biznes nümayəndələri arasında birbaşa əlaqələrin qurulması və gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması barədə razılıq da